Əziz dostlar, bugün Azərbaycan xalqının getirdiyi ən böyük şairlərdən olan Məmməd İsmail ziyarətinə gəlmişik. Ədalət Partiyasının fəalları adından Allahdan Məmməd İsmailə rəhmət diləyirik, məkanı cənnət olsun. Allah Taala onun qızlarına can sağlığı versin. Bütün onu sevənlərin xatirəsində Məmməd İsmail həmişə yaşayacaqdır. Məmməd İsmail mənim üçün iki qat əzizdir. Həm dünyanın ən bənzərsiz şairlərindən biri kimi, həm də mənim ustadım olub. Məmməd İsmailin elə misraları var ki, bir kitaba bərabərdir, bir ömrə bərabərdir, bir tarixə bərabərdir. Hələ yaşamağa dəyər biraz da. Bundan gözlərin solmayan sevgi dənizi, dünən Beethoven çalarsa da, o qədər sözlər var ki, onu təhlil eləmək mənə düşməz. Amma bir boynumun borcu bilirəm ki, bugünkü gündə hələ 2023-cü ildə mən o xəstə səhhəti biraz pisləşmişdi. Onda şəxsi söhbətlərimiz, görüşlərimiz çox oldu. Və onun xəbəri gələndə mən 2023-cü ildə bir şeir yazmışdım. Onun ruhuna ehtiram əlaməti olaraq indi icazənizlə o şeiri demək istəyirəm. Yerin bilinəcək Azərbaycanda. Yatma qəflət yuxusunda, dur, ayıl. Hələ yaşamağa dəyər biraz da, gəl bizi kövrəltmə, Məmməd İsmail. Gözlərin solmayan sevgi dənizi. Ağlatma, sızlatma, göynətmə bizi. Nəyə öyrədirsən, gəl öyrət bizi, yoxluğa öyrətmə, Məmməd İsmail. Gələndə xəbər et gəldiyin günü, əsrik dərəsində gözləyək səni. Onsuz da göynədib bu həyat məni, bir də sən göynətmə, Məmməd İsmail. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah Çingiz müəllimə də can sağlığı versin, həmişə bir göz üstümüzdə olub, bir əli çiynimizdə olub. Bütün bu gülləri Çingiz müəllim əkdirir, İradə xanım özü iştirak edir. Məmməd İsmail elə bir təkrar olunmaz, əbədi yaşar şairdir ki, onu heç unutmaq mümkündür. İndi hər yerdən gəlirlər, neçə adamlar görürəm, gəlir çəkilir, ziyarətə gəlirlər şairlər, yaradıcı insanlar, sadə adamlar, tanınmış adamlar. Hər biri gəlir, öz ehtiramını bildirirlər. Elə hesab edirəm ki, bu ziyarətgah, bu abidəsi də qoyulandan sonra bu böyük bir muzeyə çevriləcək, bir görüş yerinə çevriləcək. Gənclərin, o həm sevgi şairi idi, həm fəlsəfi şairi idi, həm o sənətlərin professoru, dünya bir adam idi. Və ondan çox şeylər öyrənəcək bizim gənc nəsil. Çox yaxşı nümunədir, çox belə kəndimiz üçün də, torpağımız üçün də, vətənimiz üçün də bacardığını eləyən bir şairdir. Allah rəhmət eləsin, ruhu şad olsun. Və biz də inşallah bu güllər də açacaq Məmməd İsmailin arzuları kimi, Məmməd İsmailin görmədiyi arzuları kimi. Məmməd İsmail elə bir böyük daxidir ki, o nəinki Azərbaycan xalqının şairidir, o bütün Türk dünyasının şairidir. Mənə elə gəlir ki, necə ki biz burada anırıq, bütün Türk dünyasında onu anırlar. Yeri behişt olsun, həmişə yaşayacaq qəlbimizdə inşallah. Bugün biz Azərbaycanın çox gözəl bir güşəsində, çox müqəddəs bir yerdəyik. Əvvəllər əsrik dərəsi deyəndə Məmməd İsmailin evi, ocağı yada düşürdü. O ocağın böyründən keçəndə həmişə pirə boylanırmış kimi müqəddəs ocağa boylanırdıq. İndi ünvan dəyişdi. Məmməd İsmail özünə burada, bu gördüyünüz məkanda əbədi yer saldı. Məmməd İsmail, hamımız bilirik, Məmməd İsmail təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının şairi idi. Mən burada bugün Tovuz Xeyriyyə Cəmiyyətinin mətbuat katibi kimi çıxış elədiyimə görə mən cəmiyyətdə Məmməd İsmailin rolundan danışmaq istəyirəm. Bildiyiniz kimi
Məmməd İsmail Tovuz Xeyriyyə Cəmiyyəti yarandığı ilk günlərdən ilk dəstəkçisi Məmməd İsmail olub və ilk rəhbəri də Məmməd İsmail olub. Sonra Azərbaycan televiziyasına rəhbər keçəndən sonra da uzun müddət Türkiyədə yaşadı. Bir müddət kənarlaşdı, amma kənarlaşsa da yenə də bir əli Tovuz Xeyriyyə Cəmiyyətinin üzərində olub. Həmişə cəmiyyətimizin gördüyü bütün işlərdə özünün dəyərli məsləhətlərindən də bizlə bir yerdə olub. Məmməd İsmaili burada ananda mənim yadıma Ramiz Hümbət düşdü. Allah ona da rəhmət eləsin. Çünki ilk dəfə Məmməd İsmailin şeirlərini mənə şair Ramiz Hümbət təqdim elədi, kitabını verdi. Sonra yubileyinə getdik, 70 illik yubileyinə yadımdadır. Əzbər bilirdi Ramiz müəllim onun şeirlərini. Və mənim bugün Tovuz Xeyriyyə Cəmiyyətində olmağım, mətbuat katibi olmağım da Ramiz Hümmətovun sayəsindədir ki, o idi bu işləri görən. Ruhu şad olsun, ondan sonra mən oldum. Ramiz müəllim, Məmməd İsmaillə ikinizi bir yerdə andım, niyəsə bilmirəm. Yəqin orada ruhunuz bir yerdədir və bizi dinləyirsiniz. Bugün Tovuz Xeyriyyə Cəmiyyətinlə dəyərli İlyas İsmayılovun, böyük şəxsiyyət İlyas İsmayılovun yaratdığı Ədalət Partiyasının rəhbərliyi, Ədalət Partiyasının Tovuz təşkilatının sədri Məcid müəllim buradadır. Tovuz Xeyriyyə Cəmiyyətinin də fəal üzvlərindən bizim şairimiz Maarif müəllim buradadır. Və biz bir yerdə iclasımız idi, partiyanın iclası idi. İclasdan sonra belə qərara gəldik ki, Məmməd İsmail ziyarətgahında olaq və bugündən sonra bilirsiniz ki, bura həqiqətən şeir ocağı olacaq, şair. Və bu cənnət məkanı da cənnətə zaman-zaman çevriləcək, amma bugün də burada indi görüntülərdə də verəcəyik. Siz də gördünüz, şahidi oldunuz ki, Tovuz Xeyriyyə Cəmiyyəti, xüsusən də Çingiz Abbasov burada nə gözəlliklər yaradıb. Şair, uyuduğun yer cənnətə dönəcək inşallah. Tovuz oğullarının, Tovuzun böyük ziyalılarının, başda Çingiz Abbasovun əməyi sayəsində və biz də çalışacağıq ki, sizin o qoyduğunuz o müqəddəslik yolunda, o halallıq yolunda, o sevgi, sədaqət yolunda doğru düzgün addımlayaq. Bizi sağ eləsin, Allah şairimizə rəhmət eləsin. Elimizin, ovamızın fəxri, ağsaqqalımız, çox gözəl, sevilib seçilən el oğlumuz Məmməd İsmailin bugün xatirəsini yad eləyirik. Allah Xudavənd aləm Çingiz müəllimə də can sağlığı versin Abbasova ki, belə gözəl şərait qurub burada yaşıllıq yaradıb. Qayğı keş insan, Allah canınızı sağ eləsin. Sizə də çox minnətdaram hər birinizə. Allah sizi var eləsin. Sağ olun, şairimizə Allah rəhmət eləsin inşallah. Şair, hər insana qismət olmur öləndən sonra yaşamaq. Məmməd İsmail öldükdən sonra daha uzun ömürlü yaşayanlardandır. Məmməd İsmail heç vaxt yaddan çıxmayacaq. Nə qədər ki Azərbaycan var, nə qədər ki şeir var, sənət var, nə qədər ki gözəl Tovuzumuz var, əsrik dərəsi var, o qədər də Məmməd İsmail olacaq. Və bu ziyarətgahda Tovuz Xeyriyyə Cəmiyyətinin saldığı bu ziyarətgahda gələcək nəsillər Məmməd İsmailin nurunda, işığında yeni-yeni şeirlər yazacaqlar. O şeirlər Məmməd İsmail şeirlərindən rişələndiyi üçün sevgidən, məhəbbətdən, düzlükdən, sədaqətdən yazacaq. Azərbaycanın hər daşına, hər torpağına sevgi ilə misralanacaq. Ruhun şad olsun şair.